12 açar. Bir cerrahi əməliyyatı deyə. Tərini də silim. Əməliyyatdır da elə bu. Sən bunun başına nə oyun açırsan ay Lalə? Neyniyim Öz başına zənciri açılır da. Ay Pərvi, səni bu qabaqda isti deyil. Niyə isti olur ki? Hava görmürsən istidir, sən də tax. Günəşlə zarafat eləmək olmaz. Atam deyir ki, istidən adama heç nə olmur. Amma soyuqdan olur. Sən Allah, bəs gün vurma. Kimsə huşunu itirib yıxılanda gülürük ki, gün vurdu. Amma onun çox pis fəsadları ola bilər. Məsələn, biz hər yay, hərbi hissədə 12-5 arası əskərləri çölə buraxmırıq. Odur ki, sən də ehtiyatlı ol, günəşlə çox zarafat eləmə. Papaq taxım. Papaq tax, nə bilim, kölgədə oyna, sərin paltarlar giyin. Özdə o hava keçirməyən paltarları da az giy. Heç bilmirdim yaxşı ki dedin. Sən o velosipedi düzəldirsən, yoxsa mən ayaqla gedim? Yo, indi sürmək istəyirsənsə hələ hazır deyil. Mən getdim. Get papağını tax, sonra get. Bura bax, Cəmil babaya yemək yaparmısan bugün? Aparmışam, çoxdan aparmışam. Sonra söhbət elədim, getdim. Afərin. Və biz belə hadisələri işıqlandırmağı özümüzə borc bilirik. O da özünə borc bilir ki, öz imkanından biraz da ehtiyacı olanlara xərcləsin. Ya biz bunu eləyə bilməliyik. Ölürlər də özlərini reklam eləməkdir. İş adamları olublar, mən. Ata, sən tələbələrə kömək eləmişsən? Eləmişəm deyəndə ki, eləyəcəm də, planımda var. Ayda ata danışdı, çox maraqlıdır. Uşaqlara danışaram sonra. Deyim də, tutalım, o şey, nədir? Sən pul daxılır. Gör ora, nə qədər pul salmışam. Elə bax, götür bu, 20 manatı da ola salarsın. Ata, bu başqa şeydir. Mən pul yığıram ki, özümə velosiped alım. Sənə dedim yığma da. Dedim gedək sənə bir velosiped alım, dedin yox. Yox ata, öz puluma velosiped almaq istəyirəm. Həm də mənə verdiyin pul başqa, yardım elədiyin pul başqa. Yatığla demişəm o materialların üstünü örtün, camaat görməsin. Kimə deyirsən?